Sonra Şeyx İbn Cəvzi rahimehullah buyurur, İblisin vəsvəsələrindən namazda bir də budur ki, bəzi adamlar görürsən namazı tez qılırlar. Vəsvəsə edir ki, tez qıl. O var belə, hətta bəzi sufi təriqətlərində, sufilərdə onlara görə namazı nə qədər tez qılsan, o da yaxşıdır. Ki, birdən dünya fikri gəlməsin deyə ona görə. Ona görə tələsirlər, o da şək yoxdur ki, bəzi hallarda namaz batıl olur. Tutaq ki, əgər rükudan tam qalxmasın və ya səcdən haqqın verməsin və başqa. Və həmçinin vəsvəsələrindən sonra şeyx buyurur ki, həmçinin vəsvəsələrindən çox uzatmaqdır. Daima. Daima çox uzatmaq. Və məsələn, xüsusən də sünnət namazlarına və s. Həmçinin bəkdən oxumaq. Xüsusən nafilə namazlarının. Bunlar vəsvəsələrdəndir iblisin. Həmçinin vəsvəsələrindən sonra şeyx buyurur, rahimullah, nafillərə çox yer vermək, o qədər ki, fərzlərdən layiqincə yerini yetirmir. Məsələn, elə adam var ki, gecə namazlarını qılır, duhanı qılır, lakin fərzlərdə hələ ləzzət almır. Və ya gecə namazlarını o da qılır, sonra görsən sübhə qalxmır. Ona görə fərzlər ən birinci olmalıdır. Təbii ki, o adam ki, nafillər fikir verir, fərzlər qalıb, şeytanın vəsvəsələrindən. Həmçinin bəziləri həmçinin vəsvəsələrindən şişirtmək namazda bəzi məsələləri, bəzi rükunları elə tutunmaq ki, fikir ancaq məsələn rükuni dəqiq eləməkdir, xuşunu aparır hələ şeylər. Və ya məsələn, səcdəni mən bu vaxt eləyəcəm və ya səcdən bu vaxt qalxacam. Ümumiyyətlə, namaz qılan gerək belə şeylər fikirləşməyə. Qılan gerək fikirləşsin oxuduğunda və bilsin kimin qarşısında deyənim, xaliqin qarşısında xuşu ilə. Və ən yaxşı xuşunu gətirən səbəblər var. Ən yaxşısı, həmişə namaz qılanda elə fikirləş ki, bu sənin axırıncı namazındır. Bundan sonra daha qutardı. Sənə kömək edir xuşu getirməyə. Dünya fikirlərin, biraz dünya fikirlərini fikirləşməyəcəksən. Və şeyx rahimehullah deyir, şirtmək olmaz. Namazda da. Məsələn, ona görə deyir ki, rahimehullah, bəzən görürsən, deyir, birini gördüm, deyir, Hüseyin el-Qazmini məsciddə gəzir, gün orta. Gəzir, deyir, soruşdum ki, nə olub sənə? Deyir ki, qorxuram, yatanam, yatmaq istəmirəm. Və şeyx deyir, sən cahilsən. Sən yatmalısan həmçinin, bədən haqqı var. Gerək o haqqı ödəyəsən. Ona görə şeyx bəyənmədi bu əməli. Həmçinin Rasul salsan deyir ki, Ənəs ibn Malik rivayətində girir, görür ki, 2 dənə sütun arasında məsciddə biri ip bağlayıb. Soruşur səbəbin ki, bu nədir? Deyir ki, bəs gecə namazlar qılanda diyana bilmirik, ayaq üstə o qədər diyanırıq ki, diyana bilmirik, söykənir iplərə. Yəni o dərəcədə. Peyğəmbər salsan deyir ki, belə olmaz. Və əmrlədə açdılar ipi. Və əgər dedi ki, kim əgər yorulursa, namaz qılanda otura qılsın. Ona görə Peyğəmbər salsın deyib, kim ayaq üstə qılanmırsa, oturan yerdə qılsın. Və kim oturan yerdə qılanmırsa, uzanan yerdə qılsın. Və din, İslam dini hasan dindir. Hasan, insan malın, canın qoruyan, insan sadiqliyə yapayan, təmizliyə və s. ən gözəl sifətlərə. Lakin iblis isə istəyir çıxartsın insanı bu məcradan, başqa məcraya yönətsin. Hansı ki, yalan, münafiqlik və s. və s. və s.
Və şeyx burada, rahimullah, sonra keçir başqa məsələyə. O qalsın inşallah gələn dərslərimizə, Allah bilir. O şeyx İbn-i Cavzi, rahimullah, buyurur, tələbisu aleyhim fil Qur'an. Yəni, şeytanın vəsvəsələrindən danışır şeyx. İndi danışır, ibadət əhli Quran oxuyanda şeytanın vəsvəsələri. Yəni, necə vəsvəsələr eləyir Quran oxuyanda? Quran oxuyana. Və burada şeyx rahimullah buyurur ki, şeytanın həmsinin vəsvəsələrindən də biri budur ki, daima bütün ibadətləri məsciddə eləmək. Bu da şeytanın vəsvəsələrindəndir. Çünki Rasul salsın bütün hər şeyi məsciddə eləməzdi, ibadəti. Peyğəmbər salsın fərzləri məsciddə qılardı, nafillər evdə qılardı. Və hədisdə də gəlir ki, kişinin ən əfsəl namazı fərzlərdən sonra evində qıldığı namazdır. Və təbii ki, o adam ki, daima evdə yaxındadır. Təbii ki, o adama aid deyil ki, ev uzaqdadır, birdən gəlib çatanacan o nafillər qılamayacaq, ona aid deyil. Lakin o adam ki, daima oturub nafillər qılır məsciddə, o əslən düzgün deyil o. O şeytanın vəsvəsələndəndir. Və gərək belə eləməyə. Ona görə, ümumiyyətlə, sələf də belə deyildilər. Və sonra şeyx rahiməhullah şeytanın vəsvəsələndən təbii ki, ağlamaq olar. Və lakin cəmaatın qabağında məsələn, cəmaat olmayanda ağlamır. Elə ki, cəmaatın qabağında görürsən, cəmaat görsün deyə başlayır ağlamağa, hönkür. Sonra dəsmalı çıxır, bu ağlamırdı. Deməli, bu da şeytanın vəsvəsələndəndir. Ağlamaq. Ona görə sələf bəyənməyib cəmaatın qabağında ağlamaq. Və də çünki riya gələr. İnsan gələ ehtiyatda ola daima. Məsələn, özün tərifləməyə, özün cəmaatı qabağında bəzi şeylər eləməyə gerək ki. Onlardan da biri ağlamaqdır. Birdən riya gələr. Riya gələr, yəni baxırlar axı. İblis də hələ vaxtdan gəlir istifadə eləyir. Maşallah, sən güclüsən, va. İgiddir bu. Şeytan da belə şeylərdən vəsvəsələr istifadə eləyir. Ona görə sələf bəyənməzdi cəmaatın qabağında ağlamaq. Ona görə Əbu Vaildən deyirlər ki, bəs Asim rivayət eləyir, deyir ki, Əbu Vail evində namaz qılanda dəhşətli ağlayardı. Ola ki, cəmaatın qabağında nə edirdi, ağlamırdı. Bənim üçün Əyyub Saxtiyani, rahiməhullah, elə ki, ağlamaq istəyəndə keçərdi başqa yerə, cəmaatın qabağında ağlamazdı. Bu sələflərin halı idi. Bu vəziyyətdə nə edirdilər? Amma bəziləri görsən, təklidə ağlamır və cəmaatın qabağında ağlayır. Və təbii ki, bu təhlükəli bir şeydir. Gəlib çəkinəsən. Və həmçinin vəsvəsələrindən Şeyx Rahiməhullah buyurur. Görsən, bəziləri bir şey tutur gedir. Məsələn, Şeyx burada misal çəkir. Gecə namazları. Gecə namazlarını qılır hammışa. Lakin başqa heç nəyi düzətmir. Bir dənə gecə namazı qılır. Və ya məsələn, ibadətin bir hissəsini danışır, başqa heç nə eləmir. Şeyx burada misal gətirir. Görürsən, biri var, gecə namazı hamişə qılır. Ola ki, başqa şeylərinə baxmır özündə olan eyblərə, yeməyinə baxmır, geyiminə baxmır. Şeyx bu da şeytanın vəsvəsələndəndir. Yəni, müsəlman gərək bacardığı qədər ibadət eləyər. Və ibadət də bacardığın qədərdir. Sən ya bacarmırsansa, Allah Taala səndən soruşmayacaq. Və gərək hər şey fikir verəsən. Adam var, görsən, ibadətdə yaxşıdır, və lakin geyimində yox. Və ya məsələn, yeməyinə fikir vermir, danışığına fikir vermir, əxlaqına.
Müsəlman tam gərək ola. Ona görə şeytan vəsvəsələndəndir. Adam ki, bir şey tutur, o bir şeylər fikir vermir. Ona görə sələf danışanda adam baxardılar kim danışır. Əgər ağzından elə süd təzə qutarıbsa, onun sözünə fikir verməzdilər. Ona görə hələ balacalardan biri şeyxlərin yanında, sələfi şeyxlərin yanında birində danışanda şeyx soruşur ki, dastamazı meçidə gələndə hansı zikr eləyirlər? O bilmir. Lakin böyük şeydən sual verir. Şeyx də deyir ki, mən sənin kimlərə cavab vermənəm belə. Ged öyrən, meçidə girəndə hansı zikr eləyirlər. Ondan sonra gələrsən. Onu sələf bəyənməyib və müsəlman da gərək başlayanda da elmə, hər şeydə gərək ən mühüm şeylərdən başlayır. Birinci özünə aid. Aydındır. Birinci öyrənməlidir, şirk nədir, təvhid, ibadət, hansı ki, əxlaq, belə şeylər öyrənməlidir ki, sonra yavaş-yavaş pləkanla qalxmalıdır. Yoxsa o saat birdən yuxarı məsələlərdən keçsin, aşağı məsələsə qafilsən, o şeytanın vəsvəsələridir. Və sonra Şeyx Rəhməhullah davam eləyir iblisi vəsvəsələrindən Quran oxuyanda. Lakin inşallah bu məsələ qalsın gələn dərslərimizə, Allah bilir. Sonra Şeyx İbn Cəvzi Rəhmətullah aleyhi buyurur ki, bəb zikru təlbisihi aleyhim fi qiraətil Quran. Və sonra Şeyx şeytanın vəsvəsələrindən necə Quran oxuyanlar üçün və Quran oxuyanlara vəsvəsə eləyir. Ondan danışır. Və şeyx deyir ki, vəsvəsələrindən məsələn qarilərə çox oxumaq, həmçinin tez oxumaq. Gəlin. Burada başqa məsələ toxunur. Yəni, şeyx burada demək istəyir, çox oxumaq yaxşıdır Quran-ı Kərim, lakin bəzi qarilər istəyirlər tez-tez oxusunlar, çıxsınlar tez-tez Quranı. Ona görə tərtilsiz, ayələri, hərfləri məxrəcdən çıxartılmaq nəticəsində mənalar nə olur? Dəyişir hamısı. Ona görə bu cür Quran oxumağa bəyənilmir. Ona görə sələf bəyənməyib tez-tez Quran oxumağı, hansı ki, tərtilə rayət edə bilmir və məxrəcləri çıxarda bilmir. Təcvidə rayət etmir. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem ən az müddət Quranı qutarmaq üçün, yəni əvvəldən axıracan, Fatihədən Nasacan 3 gün təyinləyib, 3 gün qeydləyib ki, 3 gündən 1. Əgər kim tez-tez oxumaq istəyirsə Quranı, ən azı 3 gün gərək 3 günə çıxsın. Hətta hərfləri tələsmədən oxuyursun ki, hərfləri düzgün çıxarsın məxrəcindən, həmçinin təcvidə də fikir versin. Həmçinin şeytanın vəsvəsələrindən adam ki, bunlara fikir vermir, elə tez-tezlə oxuyur, şeytanın vəsvəsəsindədir o. Həmçinin Şeyx Rəhmətullah aleyhi deyir, vəsvəsələrindən qarilərə, bəzi qarilər, xüsusən əgər səssiz adı yaxşıdırsa, xoş deyir ki, cəmaat bunu eşitsin. Və məsələn, ona görə oxuyur ki, cəmaat qulaq assın, sizin nə yaxşı oxuyur. Yoxdur ki, bu cür oxumaq da Quran-ı Kərim şeytanın vəsvəsələrindəndir. Cəmaata xoşu gəlsin deyə. Həmçinin riyadır. Ona görə Şeyx İbn Cəvzi deyir ki, bəzi qarilər görsən meçiddə azandan sonra oxuyurlar. Ki, adamlar ki, çox gəlmir və ya azan vaxtı. Cəmaat ki, çox yığılır, o da başlayır oxuran ki, görə cəmaat qulaq assın buna. Yoxdur ki, şeytanın vəsvəsələrindən qariyə. Həmçinin Şeyx Rəhmətullah aleyhi buyurur ki, həmçinin vəsvəsələrindən öz zamanəsindən danışır, deyir, mən təəccüblənirəm bəzilərindən gəlir, deyir, sübh namazını qılır, sonra dönür, deyir ki, gəlin fələqlə nasıl oxuyaq, mən Quran oxumuşam, qutarmışam, xətim eləyək. Cəmaatı göstərir, özün. Və yoxdur ki, şeyx deyir ki, bu sələfin yolu deyil, sələf belə eləməzdir. Çünki sələf bacardıqları qədər ibadəti gizlin eləyədilər.
Məsələn, o ibadətlər ki, ehtiyac yoxdur cəmaat arasında bildirmək, onları demirdilər. Ona görə deyir ki, Rabi İbni Hüseymin bütün ibadətləri sirlə gedirdi. Məsələn, bir də namazdan, cəmaatla, namazdan başqa, və başqa şeylərdən. Və deyir, elə ki, bir nəfər, o Quran oxuyanda, bir nəfər girsəydi yanına, paltarla kitabı örtürdü ki, görməsin, bu Quran oxuyur. Bilən riya gələr. Həmçinin İmam Əhməd, rahiməhullah, deyir ki, o qədər Quran oxuyurdu, ola ki, heç kəs bilmirdi, haçan qutarıb, haçan xətim eləyir, haçan və s. və s. Ona görə belə şeylər çox riyadır və s. Quran oxuyan qari üçün və şeytan vəsvəsələndəndir. Və bilməlidir ki, insan nə qədər çox bildi, o da məsuliyyəti artır. Sən nə qədər az danışdın, o da məsuliyyətin azdır. Nə qədər çox danışdın, o da məsuliyyətin çoxalır. Və həmçinin qarilər qiyamət günü ən birinci soruşanlardır. Yəni, ən birinci onlardan soruşacaqlar. Ən birinci soruşacaqlar qarilərdən, soruşacaqlar mücahidlərdən, alimlərdən. Aydındır. Və qarilər burada, yəni hafizlər. Və ən birinci cəhənnəmə girənlər də onlardan olacaq. Ən birinci cəhənnəmə girən mücahid olacaq. Qari, hafiz, Quran və alim, həmçinin varlı onlar ki, Allah yolunda malların sərfilər, lakin o demək deyil ki, sən əzbərləmə və yox, lakin onlar ki, Allah söylənəməyiblər, cəmaatça görə ki, məsələn, qari, hafiz öyrəm ki, qoyutsunlar ki, bu hafizdir, mücahid döyüşüb ki, qoyutsunlar ki, bu mücahiddir və ya qənimətə görə və ya neysə görə, Allah üçün yox. Həmçinin alim elmin sərfləyib qoy nəsə qazanmaq üçün və ya nəsə ad qazanmaq üçün. Həmçinin varlı da Allah yolunda xərcləyir. Lakin Allah üçün yox, özü üçün qoy desinlər ki, filan kəs maşallah belədir. Ona görə insan bir şey eləyəndə namazda da, çalışmalarında da riyadan uzaq olar ki, Allah üçün olmalıdır hər şeyi. Və həmçinin şeytan vəsvəsələrindən uzaq olmaq üçün xilasdır, ixlas. Allah subhanətən inşallah bizə eşitib faydalardan etsin. Sonra Şeyx Rəhmətullah Aleyhi necə oruç tutanlara vəsvəsələ eləyir iblis. İnşallah qalsın gələn dəstərimizə, Allah bilir. Sonra Şeyx buyurur ki, zikru təlbisi aleyhim fisson. Sonra Cəvzi Rahiməhullah buyurur ki, iblisin vəsvəsələrindən oruç tutanlara necə vəsvəsələ eləyir. Və Şeyx burada buyurur ki, və bəzi insanlara daima oruç tutmağı gözəlləşdirir. Gözəlləşdirir ki, daima oruç tut. Baxmayaraq, bu caizdir, şeyxdir, rahimullah. Lakin, bu yaxşı nəticələr gətirib çıxarmır. Xüsusən də, məsələn, burada rahimullah misal çəkir ki, daima oruç tutmaq barədə. Deyir, məsələn, görsən, əgər insan cismən zəifdirsə, görürsən ona bu təsirdir və ya məsələn, ailəsinə baxmaqda məsələn, onları təmin etmək, maliyyə cəhətdən mani olur. Bu cəhətdən, yəni, bəyənilmir, belə etmək, yəni təsirdir, buna mani olur. Çünki Peyğəmbər salsın buyurur ki, necə Buxari Müslimdə gəlir, bəs yoldaşınız üzərində haqqınız var. Yəni, yoldaşıya baxmaq lazımdır, ailəyə baxmaq lazımdır. Və nə qədər insan, İbn-i Cəvzidir, rəhməllah, nə qədər insanlar nafilələr etməklə onlara fərz olan şeyləri tərk edirlər. Və ya çoxlu nafilə eləyir, fərzləri edə bilmir. Nafilələrin səbəbinə görə. Ona görə müsəlman ən birinci, onun nafilə fərzləri əməl etməlidir. Əsas gücü ona verməlidir. Sakit danışma sahib. Sonra həmçinin Peyğəmbər sallallahu buyurur, ola bilər, daha doğrusu İbn-i Cəvzi rəhməhullah buyurur, daim oruç tutan ola bilər fəzilətdən də məhrum olsun. Çünki ən fəzilətli Peyğəmbər sallallahu buyurur ki, ən əfsəl oruc Davud əleyhissalamın orucudur. Bir gün tuturdu, bir gün tutmuyordu. Və ondan da çıxır, hansı ki, daim oruç tutan.
Və burada Rahimullah Abdullah ibn Amr rivayətini gətirir, deyir ki, bir gün Peyğəmbər sallallahu mənimlə görüşdü və sonra dedi ki, bəs sənsən deyən ki, gecələr qiyam-ı leyl qalacam, gündüzlər də oruç tutacam, daima. Dedi ki, bəli ya Rasulullah, mən demişəm. Dedi ki, Rasul sallallahu sən gecələr dolgunən bir hissəsin, sonra yatqınən həmçinin. Həmçinin oruc da tut, sonra həmçinin oruc da tutma bəzi günlər. Məsələn, sonra misal çəkir Rasul sallallahu ki, hər ayın 3 günü tutqunən. Müsəlman ayının 13, 14, 15-i. Bu sənin üçün elə bir il oruç tutmaq kimidir. Bu vaxt dedim ki, ya Rasulullah, mən çox bacaram. Bu vaxt Peyğəmbər sallallahu dedi ki, bir gün tut, onda bir gün tutma. Daha doğrusu, bir gün tut və 2 gün tutma. Dedi ki, ya Rasulullah, mən daha çox bacaram. Dedi ki, onda bir gün tut və bir gün tutma. Bu ən yaxşı orucdur, necə Davud aleyhissalam belə tuturdu. Dedi ki, ya Rasulullah, mən bundan da çox bacaram. Yəni, istəyirdi hər gün tutsun. Peyğəmbər salsın, dedi ki, ona, bundan əfsəli yoxdur da. Əgər bundan artıq edəcəksənsə, daha elə bir ki, əfsəliyyətdən çıxdın. Necə ki, Buxari Muslim rivayət edib. Lakin, şeyx deyir ki, rahimullah, danışma, sakit, sakit. Sakit, danış. Deməli, əgər birdən biri desə ki, bəzi sələflərdən bəs tuturdular axı, necə cavab verək? Və şeyx deyir ki, rahimullah, ola bilər, bədən cəhətindən güclü olsun və ya maliyyə cəhətdən qüvvətli olsun, insan tutsun və ya həm orucunu da tutabilsin, həm ailəsinə də baxa bilsin. Ola bilər belə şey. Və ya ola bilər bunu edən ailəli olmasın və ya ehtiyacı olmayan adam olub dünya cəhətdən. Ona görə. Və ya ola bilər ömrünün axırında edib, o vaxt ki aciz oldu, belə elə etməyə başladı. Ona görə olar dəlil deyil. Dəlil Rasul sallallahu aleyhi ve sellem'dir ki, məsələn, kim əgər tutmaq istəyirsə, bir gün tutsun, bir gün tutmasın. O da Davud aleyhisselamın orucudur. Və ümumiyyətlə, İslam bəyənmir, həm ibadətdə də şişirtmək, ibadətdə də şişirtmək olmaz. Sən nə var, onu elə, o kifayətdir sənə. Və ondan da artıq biraz eləyə bilərsən. Amma çox həddindən artıq eləmək də düzgün deyil. Və İslam hər şey bəyənmir və xüsusən də bəyənmir o şey etmək ki, sənin gücün çatmır. O şey etmək ki, sənin gücün çatmır. Təbii ki, bu cür şeylərə qoşulanlar iblisin vəsvəsələrinə düçar olanlardır. İblis istəyir ki, sən belə hallara düşəsən. Ona ehtiyatlı ol. Oruç tutanlar da, yəni, baxsınlar və belə vəsvəsələrdən özlərini qorusunlar. Allah subhanət hala inşallah bizi eşdə faydalardan etsin. Allah razı olsun. Bəsdən. Sonra Şeyx İbn-i Cəvzi rahiməhullah o vaxt ki, oruç tutana şeytan necə vəsvəsələr eləyir, o barədə danışandan sonra davam edir və deyir ki, bəziləri isə görürsən, illərlə oruç tutur, iftar da eləmir. Yəni, bir dənə suhurla oruç tutur. Təbii ki, bu cür oruç tutmaq nəhy olunub. Yəni, müsəlman gəlir o cür oruç tutmayan. Ona görə, təbii ki, bunu şeytanın vəsvəsələrindən görür İbn-i Cəvzi. Və deyir ki, burada Sufyan-ı Savrin əsərin getirir. Deyir ki, ola bilər bir qul gizli nəsə edir ibadətdən, şeytan onunla olur. Hətta onu danışanacan. Elə ki, danışandan sonra tərk edir onu. Ta qutardı, məqsədinə çatdı. Yəni, məqsədinə çatdı ki, hə, mən dedim, artıq bildilər ki, hə, qapı açıldı riyaya, girdim qapıdan, qutardı, daha buna ehtiyac yoxdur, keçim ofisinə. Deyir, qul, insan, iblis, qullar olar ta o vaxta qədər ki, hələm heç kəsə danışmıyor. Elə ki, danışdı, qutardı, deyir, tərk eləyərəm onu. Və bu cür, xüsusən də şeyx deyir ki, rahiməhullah, 1-ci, 4-cü günlər orucu. Məsələn, görsən, bəzilərə deyir, dəvət eləyəndə yeməyə, deyir ki, yox, 4-cü gündür. Desəydi, mən orucam daha yaxşı idi. Ümumiyyətlə, belə deyəndə yaxşı demək, mən orucam. Amma demək ki, 4-cü gündür, yəni mənası odur ki, şeyx deyir ki, rahmanullah, yəni demək istəyir ki, mən hər 4-cü gün oruç tuturam. Və bəziləri
bəziləri görürsən oruç tutur, lakin fikir vermir. Qeybət və ya baxmaq və ya danışdığı sözlərə. Və şeytan vəsvəsə eləyir ki, sən saat oruç tutursan, sən nə yersən qorxusu yoxdur. Qeybət, bir dənə qeybət də belə oruç tutumsan, sənərdən axşınıza yeməmsən, sən içməmsən, Allah subhanət alır. Qeybət elədir, nədir o? Şeytan vəsvəsə eləyir. Deyir ki, sən ki o əməl sahibisən ha, sənin üçün heç nə yoxdur, qorxusu yoxdur sənin üçün. Gitsən. Ona görə şeytanın vəsvəsələrindən şeyx deyir, rahimullah. Və sonra şeyx rahimullah başlayır, həcc edənə necə vəsvəsələr eləyir şeytan. Və deyir ki, bəzi həcilər çıxır səyahətə. Niyyəti həcc deyil. Niyyəti məsələn, gec səyahət, dünya görsün, Kəbə necədir? Daş ümumiyyətlə necə yaxınlaşıb baxım. Həcc deyil. Şeytan vəsvəsələndəndir. Və ya məsələn, bəzilə isə görürsən həccə gedəndə nə qədər sünnətləri, nə qədər fərzləri tərk edirlər. Hələ fəqət deyir ki, gedib olmağım orada kifayətdir bədənlə. Lakin əsas nədir? Qəlblə olmalısan, Allah subhanətə, bədənlə yox. Və sonra Şeyh Rahmanullah deyir ki, nə qədər deyir görmüşəm, birinci özü deyir, görmüşəm, özü gördüyün danışır. Və kəm qad rəaytu fi tariqi Məkkə. Deyir, nə qədər adam görmüşəm, deyir, Məkkəyə gedəndə yolda. Deyir, öz yanındakiləri vurur bir dənə suya görə. Su içməyə görə o birisləri itəlir oyna. Məkkəyə gedir özü, həccə. Və ya məsələn, cəmaatı itəliyib keçir oyna. İbn-i Cavzi deyir, rahimullah. Təbii ki, bu vəsvəsələr də hamısı. Həccə gedən adam bilir üstləri necə olmalıdır. Və nə səbəbə görə edirlər çoxsa, deyirlər, əşi, biz bu saat elə əməl sahibiyik ki, həcc edirik, ona görə qorxusu yoxdur belə şeylərin. Lakin əslində, hələ şeylər sənə həcci aparır, batıl eləyə bilər. Və sonra deyir ki, fəraitu cəmaa, nə qədər adam görmüşəm. Məsələn, bir çiyinin açır, belə. Birisi də həccə gedəndə bir çiyin açın olur. Açıq olur, vacib deyil bu, lazım da deyil. Bağlamaq da olar. Bəzi onlar, görsən deyirlər, açmaq lazımdır, bağlamaq olmaz. Bilmən, batil deyən zat var, bağlasan. Allah verir, olar. Və günəş yandırır, belə qabar bağlayır, belə çiyini və göstərir ki, mən bax, yəni həcc eləmişəm, həcdən gəldim. Təbii ki, bu şeytanın vəsvəsiləndir. Yəni, hələ ibadət eləmək olmaz əslən. Yəni, Allah subhanə sənə demir, yandır özü günəşin altında. Şeytanın vəsvəsilənləndir, şeyx deyir. Deyir, özüm görmüşəm, deyir şeyx. Və sonra deyir, necə Peyğəmbər salsan Buxaridə, İbn Abbasdan, deyir ki, Peyğəmbər salsan görür ki, bir kişi yanındakı birin ip bağlayıb, çəkir Kəbəni tavafləyəndə ki, itməsin. Və Peyğəmbər salsın, deyir, qırın o ipi. Olmaz, tut əlindən. Özündən şəriət çıxatma. Ona görə şeyx rahimullah, yəni bulamsın, şeytanın vəsvəsələrindən qeyd edilir ibadətdə, həcdə. Və xülasă şeyxin sözü, yəni əməl, ixlas gərək olar, ixlas. Müsəlman gərək heç var, arxain olmayaq. Mən belə sahibiyəm, mənə hər şey olar. Şeytan hələ onda haramları onun gözünün qanını milçəyə döndərir. Böyük haramları, böyük günahları. Deyir ki, mən beləyəm, bunlar heç nələməz mənə. Təbii ki, o şey yoxdur ki, o şeytan vəsvəsələrin içindədir hələ adam. Və sonra şeyx rahimullah başqa məsələlər keçir iblisin vəsvəsələrindən. İnşallah qalsın gələn dərslərimizə Allah bilir. Sonra şeyx İbn-i Cavzi rahimullah buyurur ki, təlbisu aleyhim fit təvəkkül. Yəni, iblisin vəsvəsələrini davam edir və deyir ki, ibadət əhlinə təvəkkül barədə, yəni Allah təvəkkül etməkdə vəsvəsələri. Və vəsvəsələrindən şeyx deyir ki, rahimullah, səbəbi tərk eləmək. Və demək ki, biz Allaha təvəkkül edirik və baxmamaq nəticələrə. Nə ola bilər və s. Kör-köranı gedmək və demək ki, biz Allaha təvəkkül edirik. Bu cür təvəkkül düzgün deyil.
Bu sufilərin təvəkkülüdür. Sufilərin, sufi əqidəsində olanların və ondan təsirlənənlər. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem bir gün biri gəldi dəvəsin, buraxdı, gəldi Rasul salsın yana. Və Rasul salsın dedi ki ona, dəvənin üçün bağlamadın, hər şey təvəkkül elədim Allaha. Peyğəmbər salsın dedi ki, bağla sonra təvəkküllə. Aydındır, təvəkkül gələk olmalıdır səbəb, sonra təvəkkül. Və sonra Şeyx Rahmanullah buyurur ki, və zikru təlbis iblis aləl-ğuza. Sonra Şeyx Rahmanullah mücahidlərə necə vəsvəsələ eləyir? İblis. Və burada Şeyx buyurur ki, və mücahidlərin çoxsuna vəsvəsə eləyir iblis. Və niyyəti məsələn, ya özün göstərmək, ya qoy desinlər ki, filan kəs belədir, filan kəs belədir, və ya belə mərddir, ya qənimət qazanmaq üçün. Niyyət odur. Bu da şeytanın vəsvəsələrindən şeyx deyir. Və əməllər niyyətə görədir. Necə Peyğəmbər salsın buyurur. Və sonra Rahiməhullah Əbn-i Musa Şəni rivayətini gətirir ki, deyir ki, bir kişi gəldi Peyğəmbər salsın yanı, deyir ki, ya Rasulullah sallallahu aleyhi ve sellem, bir kişi gedir mərdliyinə görə döyüşür və ya biri öz vətəninə görə və ya neyini görəsən və ya biri gedir özünü göstərmək üçün hansı Allah yolunda sayılır. Və Peyğəmbər salsın buyurdu ki, heç biri. Peyğəmbər salsın deyə Allah yolunda oldu ki, kim Allahın adını yüksək tutmaq üçün döyüşür. Allah yolunda kim Allahın adını yüksək tutmaq üçün döyüşür. Əgər başqa niyyətsə, o şey, o mücahid şeytanın vəsvəsəsindədir. Əslində mücahid deyil o. Və sonra başqa hədis gətirib Şeyx Rahiməhullah. Deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, mən qata, daha doğrusu bu hədisi Buxari Muslim rivayət edib. Sonra Şeyx İbn Masudun sözün gətirir. İbn Masud radiyallahu anhuma deyir ki, nə bada deyəsiz ki, filan kəs ölənə filan kəs şəhiddir və ya filan kəs şəhid kim öldü? Çünki insanlar bilinmir niyyətlərə görə. Ola bilər qənimətə görə döyüşsün və ya döyüşdü ki, onu yada salsınlar, qoy deməsinlər ki, mən gedmədim, ikidən mən. Və ya cəmaat görsün ki, mən getdim, gəldim. Niyyət Allah üçün deyil. Və Şeyx İbn Masud, yəni İbn Masud radiyallahu anh sözüdür bu, əsərdir, səhih hədis deyil. Çünki sahabənin sözünə əsər dili və də xəbər. Və ya ki, necə demək lazımdır? Demək lazımdır ki, istəyir Allah subhanətə adan Allah tala filan kəsi şəhid kimi qəbul eləsin. Belə demək lazım. Demək olmaz. Hətta kitab var belə, adı belədir. Demək olmaz filan kəs şəhiddir. Kitabın adı. Yəni, olmalıdır necə? İstəyir Allah subhanətə adan filan kəsi Allah tala şəhid kimi qəbul eləsin. Və sonra Əbu Hureyra rivayəti gətirir, uzun edirsanız ki, qiyamət günü ən birinci mücahidlər daxil olacaq cəhənnəmə. Onlar ki, təbii ki, o mücahidlər ki, Allah üçün yox, başqa şey üçün döyüşüblər. Çünki o vaxt mücahidlər, əlhəmdülillah, hamısı çoxsu ixlas idi. Lakin indi cihad başqa cürdür. İndi cihad dövlət almaqdır, nə bilim, başqa şeylərdir. Aydın qabaqki cihadlardan fərqlənir. Dünya və s. və s. Çünki edənlər özü hələn bilməyiblər o kəlmə nə deməkdir. Aydındır. Və Şeyx Rahiməhullah şeytanın vəsvəsələrindən bir neçəsini danışdı. Sonra davam eləyir. İnşallah gələn dərsimizdə davam eləyərik. Allah bilir.